Xoş gördük dostlar. Bu dəfəki podkastda da deməli izlədiyim bəzi filmlər haqqında qısaca olaraq danışmağa çalışacağam. Çox uzun bir podkast planlaşdırmamışam. Və bu baxımdan elə birbaşa başlayaraq demək istərdim ki, son dövrlərdə bir neçə film izləsəm də 5-i haqqında istəyirəm fikirlərimi bölüşüm və hər biri müəyyən mənada mənim üçün dəyərlidir. Çox bəyəndiyim filmlərdilər. İlk film Serpico adlanır. 73-cü ilin filmidir. Sidney Lumet tərəfindən çəkilib. Başrolda da Al Pacino'dur. Başqa maraqlı adlar da var burada. Halbuki biz həmin adları ola bilər çox da tanımayaq. Çünki 70-ci illərdə, 60-cı illərdə artıq yetkinləşmiş bir çox aktyorlar vaxtı ilə 40-cı, 50-ci illərdə çox populyar idilər. Lakin bu film özü 2 Oscar qazanıb. Yəni bu baxımdan mənə elə gəlir ki, haqq edir. Yəni haqlı olaraq qazanıb. Ən yaxşı baş rol üçün Al Pacino Oscar alıb və yaxşı ssenari üçün alıb. Halbuki bununla mən razılaşmıram. Ssenaridə mən bir o qədər də yəni mən bəyənmədim. Sadəcə bu Oscar digər bir hazır artıq filmin adaptasiyası istiqamətində olduğuna görə Oscar alıb və onu bəlkə də başa düşmək olar. Serpico filmi bir gənc polis haqqındadır əslində. Yəni bu polis nəfəri sistemə daxil olur, akademiyadan məzun olur, daha sonra başlayır belə deyək də, yəni gündəlik reallıqları kəşf eləməyə. Və bu reallıqlar heç də yaxşı deyil. O başa düşür ki, sistem xarabdır. Yəni o korrupsiyaya məruz qalıb. Polislik heç də deyildiyi qədər olan bir şey deyil və bu onu çox prinsipial bir insana çevirir. Və Frank Serpico başlayır müəyyən mənada sistemlə hesablaşmağa, sistemi dəyişdirməyə, onunla mübarizə aparmağa. Və indi burada əslində yaranan bu fəlsəfi mövzu olduqca mühümdür. Çünki bu gün dünyanın bir çox ölkəsində və mövcud sistemlərin bir çoxusu analoji taleyini yaşayır. Və indi sual verə bilərsiniz ki, görəsən Serpico həqiqətən də bacardımı, yəni bu sistemi dəyişdirməyə və ya ən azından ona müəyyən qədər zərər vurmağa. Bunu təsdiqləmək çox çətindir. Filmdə də biz görürük ki, sonda Serpico əslində bacardığını etsə də o tək qalır və müəyyən adamlar ondan istifadə edir, müəyyən adamlar ona badalaq gəlir. Lakin yalan və saxtakarlığa qarşı olan birisi kimi o öz üzərinə düşəni edir. Və New Yorkun belə deyək də çox belə hədsiz dərəcədə korlanmış polis sistemini bir növ ifşa edə bilir. Bu Frank Serpico çox cəsarətli birisidir. Yəni rəğbətlə qarşılanması birisidir və s. Lakin gəlin bir şey də etiraf eləyək ki, artıq yəni belə deyək də xırtdaya qədər zibilə batmış bir sistem çox da böyük bir yəni onu bir nəfər çox da dəyişdirə bilməyəcək. Bax bu Serpico filmini mənim üçün dəyərli eləyən də elə budur. Yalançılığa və saxtakarlığa qarşı olan mübarizə burada əks olunub və cəmiyyət həmişə qoçaq insanlar yetişdirə bilir ideyası bir daha doğrulur. Serpico-nu izləməyə dəyər. 70-ci illərin New Yorku, həmin dövrün o mülayim, belə xoş ab-havasını, atmosferini bir daha görməyə dəyər. Çünki biz oxşar vəziyyəti harda görürük? Məsələn, Taksi sürücüsü, Taxi Driver filmində, Godfather-da və s. Xaç atasında, yəni bütün bu filmlərdə biz Amerikanın o 70-ci illərini, 80-ci illərini görə bilirik ki, çox belə xoş təsir bağışlayır. Nostalgiya var orada. Biz hər halda məsələn mən həmin dövrdə dünyada olmasam da və heç vaxt Amerikada yaşamasam da həmin dövrün qəribə bir mülayimliyi var ki, insanı özünə çəkir. Digər bir film Brutalist adlanır. Bu yeni filmdir, keçən il çəkilib və Brady Corbet tərəfindən. Bu da Oscar qazanıb, 3 Oscar qazanıb, daha dəqiq olsaq, düzdürmü? Musiqi janrında, yəni musiqi daha doğrusu istiqamətində Oscar alıb. 2000 deməli, daha sonra ilin ən yaxşı filmi, rejissorluqda ilin ən yaxşı filmi və s. kimi bax bunları da alıb. Yəni yenidən Adrien Brody baş rolda olduğuna görə o da Oscara
deməli layiq bilinib və Adrian Brody'nin buradakı performansı kifayət qədər yaxşıdır. Düzdür, mən bu filmi, burada məsələ nədir? Brutalizm bir memarlıq janrıdır. Bu bir stildir və üslubdur. Mən şəxsən özüm brutalizmi çox bəyənirəm. Çünki 90-cı illərdə böyümüş birisi kimi, həm postsovet ölkəsinin vətəndaşı kimi brutalizm bizi hər tərəfdən əhatə edib indiyə qədər. Yəni bir çox sovet dövründən qalan binalar, sonradan da bəzi tikilən binalar və s. brutalizm janrında olub. Və brutalizmin özünə məxsusluğu var. Bəziləri bunu çox eybəcər hesab eləyir, lakin yenə deyirəm, bu biraz zövq məsələsidir, şəxsi məsələdir. Yaxşı bir əslində özünə görə memarlıq nümunələrini istehsal eləyə bilir brutalizm. Baxır, yəni nə vaxt, necə hazırlanıb, kim tərəfindən hazırlanıb. Burada da Laszlo Todd adında bir Yəhudi əsilli Macardan söhbət gedir ki, hansı ki Holokostdan canını qurtarıb Amerikaya qaçıb gələ bilib. Bu Amerikaya gəlişi Franz Kafkanın Amerika əsərini də xatırlatdı. Bunu da deyim, bəlkə də orada müəyyən qədər ilhamlanma məsələsi də olub rejissorda. Çünki Laszlo Todd adında bir adam reallıqda olmayıb, tarixi bir şəxsiyyət yoxdur. Mənim araşdırdığım və başa düşdüyüm qədərilə belə bir adam yoxdur və bu uydurmadır. Lakin uydurma olmağı onun heç də dəyərsiz bir film olduğunu göstərmir. Bir bədii film kimi məncə çox yaxşı səhnələr var, çox yaxşı mesajlar var. Adrian Brody'nin performansı çox yaxşıdır. Onun Amerikaya gələndən sonra cəmiyyətə olan inteqrasiyasındakı problemlər, çağırışlar, onun bacardığı və bacarmadığı şeylərin yəni təsviri çox möhtəşəmdir, mənə elə gəlir ki. Bu baxımdan Brutalizm filmini mən bəyəndim və Brutalizm filmi çox azsaylı filmlərdəndir ki, mənim üçün onun ayrı-ayrı səhnələrini bəlkə də özündən daha çox bəyəndim. Çünki sonluqda onun həyat yoldaşının gedib aristokratiyanın qarşısında öz etiraz səsini qaldırması mənə elə gəlir ki, nəyə desəz dəyər. 3 saat yarımlıq bir filmdir, böyük bir filmdir. Yəni bu zarafat deyil. Ona görə də bəzi səhnələri çox böyük ehtimal ki, lazım olandan uzun alınıb. Amma açığını bir şey də qeyd eləmək istərdim ki, 3 saat və daha çox olan filmlər əvvəllər mənim ən çox xoşuma gələn filmlər olub. Yəni bilmirəm təsadüfdənmi, yoxsa həqiqətən də burada müddət böyük rol oynayır. Yəni demək istəyirəm ki, indiyə qədər izlədiyim əksər 3 saat yarımlıq filmlər günün sonunda bəyəndiyim filmlər kateqoriyasına daxil olub. Brutalist də bu qəbildəndir, lakin lazım olan çox dəyər verməyə və yaxud da lazım olandan çox reklam eləməyə də ehtiyac yoxdur. Yenə deyirəm, burada uzunçuluq var, yoruculuq var. Bəzi mövzular ənənəvi mövzulardır. Yəni Holokostdan xilas olmaq, yenidən bir Yəhudi əsilli bir şəxsin hansısa bir hekayənin əsas qəhrəmanı olması və s. Bunlar artıq işlənmiş mövzulardır. Ona görə də biraz yenilikçi deyil, amma yenə də izləmək olur, izləmək mümkün olur. Uzun sözün qısası, Brutalist mənə elə gəlir ki, son dövrlərdə maraqlı bir film sayıla bilər. Şəxsin taleyi, faciəsi haqqında məncə kifayət qədər biz məlumat alırıq. Və ən bəyəndiyim şeylərdən də biri odur ki, yəni Amerikada insanların, yəni gəlmələrin necə əziyyət çəkdiklərini çox yaxşı təsvir edə bilir film. Bu baxımdan təqdirə layiqdir. Eksperiment, təcrübə filmi, 3-cü filmdir. Burada da Adrian Brody başroldadır. Bu haqda mən eşitmişdim. Bu real təcrübə əsasında həqiqətən də çəkilib belə bir şey olub. Stanford həbsxana təcrübəsi adlanır. İstəsəz araşdırıb baxa bilərsiniz. Pul qarşılığında insanları bir həbsxanaya salırlar ki, bir neçə gün orada qalıb onları müşahidə edə bilsinlər. Və məlum olur ki, kənardan çox sakit, ədəb ərkanlı, mərifətli görünən bir insan belə şərtlər altında çevrilir, olur əsl quldur, belə deyək. İçindəki o qaranlıq yönlər üzə çıxır, travmaları, özünə olan güvənsizliyi və s. Onun üçün yeni bir fürsətdir və bu fürsəti belə bir mühitdə realizə edir. Kənardan məsələn daha sərt, daha belə necə deyim, bəlkə də problemli birisi kimi görünən insanlar isə əksinə belə deyək, həbsxana şərtləri altında çevrilib olurlar, kifayət qədər sakit bir insan. Bunların hamısının məqsədi odur ki, gəlir əldə eləsinlər bu təcrübədən, lakin
günün sonunda məlum olur ki, əslində ən əsas məsələ insanların daxili çevrilmə prosesidir ki, biz onu çox yaxşı görürük bu filmdə. Çox maraqlı filmdir. Yaxşı çəkilib. IMDb reytinqi 6.4-dür. Mənə elə gəlir ki, rahat 7 ola bilərdi, bəlkə də biraz da çox. Paul Schuringen filmidir. 2010-cu ildə çəkilib və Forest Whitaker'ın başrolda olması çox yaxşıdır. Maggie Grace də biz burada görürük. Sonra Cam Gigandet bax. Bunların hamısı var. Bu aktyorlar kifayət qədər aktiv iştirak edir. Travis Fimmel, bunu biz bir neçə başqa seriallardan tanıyırıq bu aktyoru, Vikinglər və s. İkinci dərəcəli bir roldadır, amma yenə də belə deyək də filmin özünə məxsusluğunu artırır. Film haqqında çox şey demək olar, çox dərinliyinə getmək olar əgər obrazların hərəsinin üstündə tək-tək qalsaq və onları analiz eləsək. Lakin mənim üçün ən maraqlı bir məsələ bu filmdə odur ki, biz insanın davranışlarının öz çevrəsindən asılı olaraq necə dəyişdiyini və formalaşdığını görə bilərik, sualına cavab tapa bilirik. Bax, belə filmlə. Bu baxımdan film çox dəyərlidir məncə. Və biz belə şeyləri real həyatda çox görürük. Kimsə, məsələn, vəzifə əldə eləyir, kimsə pul əldə eləyir və çevrilir olur sanki başqa bir adam. Və bu çevrilmənin səbəbləri, çevrilmənin forması, istiqaməti, bütün bunlar belə deyək də əslində gəlir çıxır elə bu filmin mövzusuna. İnsanın daxilindəki potensialla və ya antipotensialla xarici şərtlərin üst-üstə düşməsindən yaranan nəticələr. Bax, bu baxımdan eksperiment filmi çox dəyərlidir. Digər film Buynuzlar adlanır. Horns, ingilis dilində Daniel Radcliffe'in baş rolda çəkildiyi filmdir. Diqqətimi çox cəlb elədi bu filmin deməli müəyyən epizodları, səhnələri və mən onu izləməyə qərarına gəldim. 2013-cü filmidir. Aleksandra Aya tərəfindən çəkilib. Sözün düzü filmin ümumi göstəriciləri o qədər də yaxşı deyil. Yəni 6.4 alıb onun üzərindən, məsələn, mənim özüm də bunu çox böyük qiymətlə qiymətləndirmirəm əslində, amma mövzusu çox yaxşıdır. Mövzusu ondan ibarətdir ki, bəzən insan layiq olmadığı bir şeydə günahlandırılır, bəzən həqiqət gedib hardasa gizlənir və siz onu əldə etməkdən ötürü sanki şeytanlaşmalısınız, düzdürmü? İblisləşməlisiniz. Və bu insan ətrafınızdakı insanlara təsir edəcək, onları dəyişdirəcək, sizi dəyişdirəcək. Amma bəlkə də həqiqət də üzə çıxacaq. İndi burada vacib olan nədir? Həqiqətin üzə çıxması yoxsa əvvəlki köhnə, saxtakar bir ictimai həyatın və ya status quo-nun davam etdirilməsi. Bax, bu maraqlı bir məsələdir. Yəni filmdə təsvir olunan hekayə, yəni belə deyək də hadisələr Daniel Radcliffe'in əsas obrazı olan Ig Parrish'in onun sevgilisini öldürməsi ilə günahlandırılmadan başlayır və o iddia eləyir ki, onu etməyib və bütün onun ətrafı onu sanki şeytana çevirir. Onun buynuzları əmələ gəlir. İnsanlar da bu buynuzları çox normal olaraq qəbul edirlər. Amma buynuzları görən kimi də onların da daxilindəki müəyyən bir şeytani həvəslər, istəklər oyanar. İlk insanları idarə eləyə bilir beləliklə. Şeytanlaşaraq, elə həmin insanlar tərəfindən. Bax, bu maraqlı bir zəncirvari bir əlaqədir. Çox xoşuma gəldi o baxımdan. Və günün sonunda məlum olur ki, əslində əsl şeytan heç də buynuzu olan birisi deyil. Əsl şeytan ən yaxşı dost, ən yaxın dost, belə nurani bir insanın simasında gizlənmiş birisidir. O baxımdan çox spoiler da vermədən onu deyim ki, bu filmi izləməyinə dəyər. Bu film elə bir filmdir ki, bu qaranlıq fantezi sayılır və ya bəyənəcəksiniz, ya da nifrət edəcəksiniz. Orta yolun olmadığı filmlərdən də bu. Bəzən filmi izləyib biz düşünürük ki, bu normal filmdir. Amma bəzən isə bax belə filmlər izləyirik, hansı ki burada siz izləyəndən sonra başa düşəcəksiniz ki, bu heç də ənənəvi bir film deyil. Guns Akimbo filmi də o civarda olan bir filmdir, o qəbildən olan bir filmdir. Orada da Daniel Radcliffe baş roldadır. Yəni orada da ya filmi bəyənirsiniz, ya bəyənmirsiniz. Amma filmin dinamikası çox önəmlidir. Yəni dinamika sizə həmişə kömək eləyir ki,
ənənəvi olmayan hansısa bir janrda siz filmə qarşı müəyyən qədər sədaqət hiss eləyəsiniz. Mən çox üzərində qalmayacağam bu filmin. Bir dəfə izləyib, özünüzə görə əylənib, nəticəyə gəlib bitirəcəyiniz bir işdir. Bəzi filmlər var ki, bəlkə də onu dəfələrlə izləməyinə dəyər. Yəqin ki, bu haqqda mən bir neçə dəfə danışmışam. Məsələn, bu filmlər arasında Serpico-nu mən bir neçə dəfə izləmək istəyərəm. Onun o xüsusiyyəti var. Brutalistdə də hətta bu var. Amma Horns filmi bu heç də belə deyil. Yəni burada artıq bizim bir dəfə izləyəndən sonra heç nəyimiz qalmır ki, dəfələrlə onu izləyib özümüz müəyyən bir nəticəyə gələk. Buradakı macəra, buradakı o tipik və müasir belə deyək də ssenari bizə imkan vermir ki, biz filmi daimi bir materiala çevirək özümüz üçün. Gecə heyvan canlıları və ya burada deməli Nocturnal Animals adı altında gedir filmin adı. Bunu hər tərəfdə, hər dildə, yəni belə deyək, müxtəlif tərcümələrə məruz qoyublar. Tam olaraq bilmirəm Azərbaycan dilində nə gedə bilər. Amma bu film çox maraqlı filmlərdən biridir. Tom Fordun filmidir. 7.4 alba IMDb-dən kifayət qədər yüksəkdir. Amy Adams, Jack Gyllenhaal, Michael Shannon kimi aktyorlar burada baş roldadır. Bu çox yaxşı adlardır əslində. Michael Shannon mənə elə gəlir ki, lazım olan qədər tanınmır, amma çox möhtəşəm bir aktyordur. Həqiqətən onun ifaları həmişə çox təbii, canlı, səmimi alınır. Bu film əslində çox belə acınacaqlı və faciəvi bir hadisəni təsvir eləyir. Yəni gecə yarısı bir ailənin qarşısını kəsən və o ailənin qadınlarını əsir alan quldurlar belə deyək təsvir olunub filmdə və bu insanlar, əgər onlara insan demək olarsa, daha sonra qətlə yetirirlər həmin qadınları və hər şey də bundan sonra başlayır. Yəni ailənin başçısı çalışır haqq ədaləti bərpa etsin. Bunu çox çətinliklə eləyir və eləsə belə özü tək edə bilmir. Bobby Andes adlı obraz, polis obrazı buna kömək eləyir. Və mənə elə gəlir ki, filmin elə əsas obrazı da həqiqətən də Bobby Andesdir, nəinki Tony Hastings. Burada Bobby olmasaydı, mənə elə gəlir ki, haqq ədalət sisteminin, ədliyyə sisteminin də bürokratiyası və yaxud da dayazlığı cinayətkarların tapılmasında aciz qalacaqdı. Yəni imkan verməyəcəkdi ki, Tony Hastings öz haqq ədalətini bərpa etsin. Bu çox maraqlı və ciddi bir məsələdir. Amma mahiyyət etibarilə çox da ağır bir faciədir. Yəni bu filmi izləyəndən sonra insanı çox belə qaranlıq, ağır hisslər bürüyür. İndi belə deyək də, bəzi insanlar deyəcək ki, tutalım bu film qeyri-realdır, bəs biz bunu belə şeylər olmur. Xeyr, bu əsla belə deyil. Belə filmlər qeyri-real deyil. Əgər şərtlər belə gətirirsə, içkili vəziyyətdə olan hansısa bir qrup insan vəhşiləşmiş, mən də çox başqa əlavə sözlər istifadə etmək istəmirəm, amma özünüz böyük ehtimal ki, başa düşə bilərsiniz ki, cəmiyyətin elə üzvləri olur ki, o üzvlər ümumiyyətlə insan adına layiq deyillər. Bax, belə tip təəssüflər olsun ki, insanlar bəzən çox böyük zərərlər vura bilirlər. Heç bir günahı olmayan sıravi insanlara. Və bu hadisələri burada görüb düşünmək ki, bəs bu absurddur, ola bilməz. Bu tamamilə sadəlövhlüdür, belə şeylər olur. Bəli, az olur, amma olur. Və heç kim də belə hadisədən, belə bir faciəvi taleydən sığortalanmayıb. Bu film bu baxımdan, bax, belə şeyləri başa düşmək baxımından faydalıdır. Aktyor ifası çox yaxşıdır. Yenə deyirəm, Michael Shannonu burada görmək çox yaxşıdır. Onun verdiyi qərarlar, yəni obrazına verdiyi qərarlar, onun filmə qatdığı dinamika olmasaydı, bəlkə də bu filmin ümumiyyətlə heç bir mənası olmayacaqdı. Çünki oradakı əsas obraz Tony Hastings çox belə zəif bir şəxsiyyətdir və onun edə biləcəyi çox bir şey yoxdur və dediyim kimi ədliyyə sisteminin də bir o qədər də əhəmiyyəti yoxdur əgər cəsarətli insanlar yoxdursa. Zaten Michael Shannon
ən yaxşı aktyor ifasına görə, yəni supporting role, yəni ki, köməkçi rolda namizəd olub Oskara, lakin qazana bilməyib və bu çox təəssüfverici haldır. Mənə elə gəlir ki, o layiq idi və bir mənalı olaraq ona Oskar düşürdü həqiqətən də. Bu filmlər haqqında qısaca olaraq fikirlərimi bildirdim və çalışdım çox spoiler verməyim. Hər halda maraqlı filmlərdir və izləmək istəyənlər mənə elə gəlir ki, izləsə çox şey itirməz. Əksinə çox şey qazanar və gələn podkastlarda görüşmək üzrə.